Avropa İttifaqı ölkələri sürücülük vəsiqələri sistemində rəqəmsal inqilaba hazırlaşır. Bu elə bir yenilikdir ki, bu təcrübə nəinki Avropa ölkələri, eləcə də digər dövlətlərdə, o cümlədən gələcəkdə Azərbaycanda da tətbiq edilə bilər. Avropa Parlamenti bütün Avropa İttifaqı ölkələrində sürücülük vəsiqələrinin alınması və istifadəsi qaydasını dəyişəcək böyük islahatı təsdiqləməyə yaxındır. 2030-cu ilə qədər sürücülük vəsiqələrinin rəqəmsal formatda tətbiqi planlaşdırılır. Bu sənədləri smartfonda saxlamaq mümkün olacaq. Plastik kartlar isə yalnız vəsiqə sahibinin müraciəti əsasında saxlamaq mümkün olacaq. Əsas yeniliklərdən biri 17 yaşlı gənclərə B kateqoriyalı avtomobilləri təlimçinin müşayiəti ilə idarə etməyə icazə verilməsidir. Analoji qaydanın C kateqoriyalı yük avtomobillərində də təlim keçmək üçün tətbiqi təklif olunur. Bu yolla Avropa İttifaqı gənclərin sürücülük təcrübəsini qazanmağı asanlaşdırmaq və yollarda təhlükəsizliyi artırmaq məqsədi güdür. 65 yaşdan yuxarı sürücülər üçün isə vahid tərəflər müəyyən edilməyəcək. Hər bir ölkə tibbi müayinədən keçməyin lazım olub olmadığını və ya yenilənmiş kursların vacibliyini müstəqil şəkildə özü müəyyənləşdirəcək. İslahat həmçinin bütün Avropa üçün vahid cəza prinsipini də nəzərdə tutur. Belə ki, əgər sürücü Avropa İttifaqının bir ölkəsində sürücülük hüququndan məhrum edilibsə, digər heç bir ölkədə avtomobil idarə edə bilməyəcək. Avropa İttifaqına üzv dövlətlər artıq bu qanunvericiliyə adaptasiyanı hazırlamağa başlayıblar. Rəqəmsal sürücülük vəsiqələrinin sınaq mərhələsinin 2027-2028-ci illərdə keçirilməsi planlaşdırılır. Mütəxəssislərin fikrincə, bu təşəbbüs bürokratiyanı azaldacaq və Avropa ölkələri arasında sürücülük sənədlərinə etimadı artıracaq.